Salam, Biologiya 22-ci hissə, 2023-cü il, fəllər arası əlaqə, canlıların müqayisəli xarakteristikası, səhifə 51-də 19-cu sualdan baxırıq. 19-cu sualda soruşulur, bağban hibrid bitki almaq üçün hansı vegetativ çoxalma üsulundan istifadə edə bilər? Hibrid bitki almaq üçün iki müxtəlif bitki götürülməlidir. Odur ki, bax, fikir verin, burada calaq üsulunu qeyd edə bilərik. Çünki burada calaq altı və calaq üstündən istifadə olunur. Çilik bir bitkidən alınır, bastırma qələm bir bitkiyə aiddir. Soğanaq da həmçinin, kök bitkilər bir bitkidən götürülə bilir. Amma calaq üstü üsulunda isə həm calaq altı, həm də calaq üstü götürülür və hibrid bitki alınır. 20-ci suala baxaq. Quş mamırının sporundan əmələ gələn ilk cücərti quruluşsa hansı bitkilərə bənzəyir və bu təkamül baxımından nəyi bildirir? Quş mamırının sporundan bildiyiniz kimi yaşıl, yosuna bənzər sap əmələ gəlir ki, o cücərti də protonema adlanır. Odur ki, baxırıq cavablara, qıcıya yox, sap şəkilli yosunlara, bu da mamırlarla yosunların qohumluğunu göstərir. B variantı doğru olacaq, ona görə də digərlərinə baxmırıq. Çünki biz qeyd elədik ki, yaşıl quş mamırının sporundan sap şəkilli yosunlara bənzər cərti protonema əmələ gəlir. Odur ki, 23-ün B olacaqdır. 21-ciyə baxaq. 21-cidə deyilir, erkək qızının sporundan əmələ gələn ilk cərti quruluş hansı bitkilərə bənzər və təkamül baxımından nəyi bildirir? Bildiyimiz kimi, erkək qızının sporundan əmələ gələn protal lövhə şəkilli yosuna bənzəyir. O ki, baxırıq bu sap şəkilli yox, lövhə şəkilli yosunlara, bu da qızların yosunlarla əlaqəli olduğunu göstərir. Bax, B variantını götürürük yenə 21-ci üçün. 22-ciyə baxırıq. Hansı sırada bir xemosintez edici? Baxırıq bura. Yaşıl bakteriya xemosintez deyil, fotosintez edicidir. Keçirik B-yə. Dəmir bakteriyası xemosintez edicidir. İkinci fotosintez edici deyilir. Şampinyon hazır, yəni üzü maddədən heterotrofdur deyimlə götürülmür. Keçirik C-yə. Nitrifikasiya bakteriyaları xemosintez edicidir. Qırmızı bakteriyalar fotosintez edicidir. Solğun əzvay saprofitdir. Vərəm çöpü parazitdir. Bax, bizim doğru cavabımız C variantı olacaqdır. 23-cü suala baxaq. Canlı orqanizmlər açıq sistem sayılır. Çünki ətraf mühitdə açıq sistem sayılır. Düzdür, canlı mühit açıq sistem hesab olunur. Çünki mühitlə daimi olaraq qida maddələri mübadiləsi həyata keçirilir və yaxud ifrazat məhsulları xaric olur və s. Odur ki, ətraf mühitlə daima maddələr və enerji mübadiləsi aparılır. A variantı doğru cavab olacaqdır. Keçirik növbəti suala. Növbəti sualımız 24-cü sual. Filogenetik inkişaf baxımından baş beynin hansı hissəsi daha cavandır? Filogenetik deyəndə, yəni tarixi inkişaf baxımından əsas götürülür. Baxırıq bura, orta beyin, uzunsov beyin, beyinci, ara beyin. Bildiyiniz kimi ən axırda yaranan baş beyin yarımkürələr qabığıdır. Ona görə də ən cavab Y variantı olacaqdır. 25-ci sualda insanın bütün yetişmiş eritrositlərində təqribən nə qədər cinsiyyət xromosomu var? Yetişmiş eritrositlər bildiyiniz kimi prokaryotdur, yəni onlarda nüvə olmadığına görə orada irsiyyət maddəsi də olmayacaqdır. Odur ki, düz variantımız Y olacaqdır, sıfıra bərabər. 26-cı sual üçün postembrional inkişafı yumurtadan çıxan andan başlayan orqanizm. Baxırıq görək, indi hansı burada belə ördək burun bircə dəqiqə. Elə ördək burun məməli olsa da, bildiyiniz kimi
yumurtanın üzərində yatır, sonra kürt yatır, sonra balanı çıxardır. Elə ona görə bizim doğru cavabımız A variantı olacaqdır. Opossum cücəli məməlidir, kirpi, yarasa, şimpanzi, bunlar plasentalı məməlidir. Opossum da diri bala doğur. Odur ki, bizim cavabımız 26 üçün A olacaqdır. 27-ci sualda embrional inkişaf dövrü yumurtadan çıxana qədər davam edən orqanizm, yəni yenə yumurtadan çıxsın. Baxırıq, burada da yenə ördək xrum var. Odur ki, doğru cavab D olacaqdır. 28-ci sual. Yaşıl evqlen hüceyrələri daxilində həm xromatofor, həm də ifrazat qovcuğu olur. Bu orqanoidlərin olması onu hansı canlılarla qohumluq əlaqələrinin olmasını göstərir. Xromatofor adətən fotosintezi həyata keçirmək üçün bitkilərlə qohumluq əlaqəsi olduğunu göstərir. Baxırıq, bitkilər burada iki yerdə verilib. Bitkilər və ikinci tərəfə ali heyvanlar, amma yaşıl evqlena ibtidai heyvanlara aiddir. Ona görə də Y variantı doğru cavab kimi götürüləcəkdir. 29-cu suala baxaq, canlı təbiətdəki aləmlərin neçəsinin nümayəndələri arasında bir hüceyrəli orqanizmlər mövcuddur. Bildiyiniz kimi, hüceyrəvi quruluşlu orqanizmlər müasir təsnifata görə 4 aləmdə yerləşdirilmişdir. 4 aləm mövcuddur. Odur ki, onların da hamısında bir hüceyrəli orqanizmlər vardır. Odur ki, A variantı 29 üçün doğru olacaqdır. Çünki bildiyiniz kimi bitkilərdə də bir hüceyrəli, heyvanlarda da bir hüceyrəli, hansı ki biz onlara ibtidailər də deyirik. Göbələklərdə də bir hüceyrəli mövcuddur. Ancaq bakteriyaların hamısı bir hüceyrəlidir. Ancaq ona görə də 4 aləmin 4-ündə də bir hüceyrəlilər olduğuna görə 29-cu olacaqdır A variantı. Keçirik 30-cu. Canlı təbiətdəki aləmlərin neçəsinin nümayəndələri arasında xemosintez edici orqanizmlər yoxdur. Xemosintez prosesi yalnız bakteriyalar aləmində mövcuddur. Az bir qism bakteriyalar xemosintez etmək qabiliyyətinə malikdir. Odur ki, canlı təbiətdəki aləmlərin neçəsinin nümayəndələri arasında xemosintez edici orqanizm yoxdur. Bu olacaqdır 3 aləm, yəni bitkilər, heyvanlar, göbələklər. 31-ci suala baxaq. 31-ci sualda paxlalı bitkilərlə yumrucuq bakteriyaları arasında adətən formalaşmış həyat tərzi aşağıdakı cütlərdən hansında ola bilər? Bildiyiniz kimi paxlalı bitkilərlə yumrucuq bakteriyaları simbiyoz həyat tərzi keçirir. Biz də burada baxacaq hansılar simbiyoz ola bilərlər. Balıq körpəsi, dizenteriya əmöbü yox, yaşıl yosun göbələk micelisi bildiyiniz kimi şibyələri əmələ gətirir və onlar arasında qarşılıqlı simbiyoz əlaqələri yaranır. 32-ci sualda yaşıl və ya göl yaşıl yosunlarla göbələk hifləri arasında adətən formalaşmış həyat tərzi aşağıdakı cütlərdən hansında ola bilər? Yenə burada simbiyoz soruşulur. Baxırıq, A-da verilib yonca, azot bakteriyaları. Bildiyiniz kimi yonca paxlallara aiddir. Azot bakteriyaları ilə yoncanın kökləri arasında yumrucuq bakteriyaları simbiyoz yaşayırlar. Odur ki, 32-ci üçün də A variantı doğru cavab olacaqdır. Bu qədər, qalanları isə növbəti dərsimizdə.